Salam əziz tərbiyəçilər, necəsiz? Yaxşı olasınız inşallah ki, hər biriniz. Bilirəm demək olar ki, neçə aylardır ki, mən sizinlə dərslər təşkil eləyə bilmirəm. İnşallah ki, amma artıq bir gün təyin eləyib sizinlə ödənişsiz dərslərimiz də olacaq və eynən bu çərçivə sənədinə əsasən də sizlərə artıq testlər tətbiq eləyəcəm. Düşündürücü, məntiq tələb eləyən testlər, tam imtahan tipli situasiyalı testlər. Və testlərimiz düzdür, Telegram kanalında var, amma bu aralar Telegram kanalında tam şəklində ata bilmirəm. Amma inşallah ki, artıq bugündən sonra, yəni hər bir testimiz sizinlə paylaşılacaq. Və əziz tərbiyəçilər, bildiyiniz kimi 2026-cı ildə bizim üçün çərçivə sənədi təqdim olundu. Bəzən müəllimlərin beynində sual işarəsi yaranır ki, bəs bu çərçivə sənədindəki mövzular dəyişilibmi? Xeyr, heç bir mövzu dəyişilməyib. Yəni, əvvəl bizə təqdim olunan çərçivə sənədindəki mövzular burada da qeyd olunub. Sadəcə bunu bizə təqdim etməkdəki əsas məsələ nədir? Bunu sizə təqdim eləyirlər ki, yəni imtahan prosesi olacaq və bu çərçivə sənədinin əvvəlcədən təqdim olunması sizə bir xəbərdarlıq kimidir. Yəni, bilin ki, çərçivə sənədi təqdim olunubsa, sizin üçün imtahan prosesi cəlb olunacaq. İndi sertifikasiyam birinci olacaq, MİQ-mi birinci olacaq, o hələ ki rəsmi olaraq heç bir məlumatı yoxdur. Ola bilər ki, sertifikasiya birinci olsun. Əslində sertifikasiyanı birinci eləsələr daha məqsədə uyğundur. Çünki MİQ imtahanı verəndə, MİQ imtahanı gedir müəllimlər, məsələn, bal toplayırlar, amma vakansiya olmadığı üçün yenə qalırlar ortalıqda. Əlbəttə ki, bu da məqsədə uyğun deyil. Yəni, o çox yaxşı olardı ki, yəni sertifikasiya birinci təşkil olunsun, sonra MİQ imtahanı təşkil eləsinlər. Amma indi o gedişdən asılıdır əlbəttə ki. İndi onu biz bilə bilmərik. Rəsmi olaraq məlumat çıxdığı halda biləcəyik ki, sertifikasiya nə vaxtdır və yaxud da ki, MİQ nə vaxtdır. Amma 2025-ci ilin avqust ayında MİQ imtahanı olmuşdu. Əgər 2026-cı ildə də çox güman ki, elə avqust ayına gəlib çıxacaq MİQ imtahanı. İndi sertifikasiyada bildinizdə, yəqin ki, paylaşmışdım statusumda da. Sertifikasiyanla bağlı təlimlər təşkil olunmuşdu ki, orada da qeyd olundu ki, bəs sertifikasiya ilə bağlı yaxın günlərdə bir məlumat qeyd olunacaq. Elə çərçivə sənədinin əsasında. İndi gələk çərçivə sənədimizə. Baxın, qeyd olunduğu kimi məktəbə qədər təhsildə tərbiyəçi müəllimlərin vəzifəsi üzrə işə qəbul müsabiqəsi. Yəni, bu çərçivə sənədinin çıxma ehtimalı və yaxud da sizə təqdim olunması onu bildirir ki, bu illərin MİQ imtahanı olacaq. Bu bir mənalı şəkildə artıq bizim ağlımızda qalsın ki, bu illərin 2026-cı ildə siz MİQ imtahanına cəlb olunacaqsınız. Bu bir mənalıdır. Bilirsiniz ki, sual olaraq 60 sual təqdim olunur tərbiyəçilərə. 60 suallıq test mərhələsi tətbiq olunur və burada 60 sualdan 40-ı məzmun və metodikadan ibarət olur. İndi onu da qeyd eləyəcəm. 20-si isə psixoloji və yəni pedaqoqlarımızdan, yəni nəzəriyyələrimizdən bizdə psixoloji cəhətdən suallar olur uşaqların yaş xüsusiyyətləri haqqında. Və əsas məsələ. MİQ imtahanında 60 sual olur, onun 40-ı metodika, 20-si isə pedaqoji cəhətdən olur. Və burada sizin keçid balınız 60 sualdan 35-ini yazan keçidi keçmiş olur. Və MİQ imtahanında səhv düzü aparır. Onu da qeyd edeyim sizə. Sertifikasiyada yoxdur belə bir şey. Səhv düzü aparmır. Amma MİQ imtahanında səhv düzü aparır. Və indi gələk bizim çərçivə sənədində qeyd olunan mövzulara. Baxın, məzmun və metodika. Məzmun və metodika onu bildirir ki, kurikulum və bir də burada bizim məşğələlərimiz yer alır. İndi gəlin mövzulara nəzər salaq. Məktəbə qədər təhsilin inkişaf sahələri və standartlar. İnkişaf sahələri deyəndə bizim 4 inkişaf sahəmiz var. Yəqin ki, məlumatlısınız. Onun hətta PDF-ini də atmışam. 54 səhifəlik PDF-də də var o dərslik.
Və onu da qeyd edim ki, burada qeyd olunan hər bir mövzu mənim kitabımda da yer alır. Yəni kitabı istəyənlər kitabı əldə edib oradan da rahat şəklində hər bir mövzunu oxuya bilərlər. İnkişaf sahələrimiz deyəndə 4 inkişaf sahəmiz var və bunun da standartları var. Əlbəttə ki, hər bir inkişaf sahəsinin özünə məxsus standartları var. Məzmun standartıdır, alt standartdır, əsas standartdır. Bax, bu dərsin içərisində yer alır. Daha sonra təlim fəaliyyətlərinin planlaşdırılması deyəndə bu bizim artıq planlaşdırmaya əsaslanır. İndi bax, belə bir sual yaranır ki, bəs müəllimə, bu çərçivə sənədində forma və üsullar yoxdur. Mən indi onu oxumuyum mu? İndi burada qeyd olunmayıb deyə müəllimə artıq elə düşünür ki, forma, üsullar artıq çərçivə sənədində yoxdursa, demək test mərhələsində də o suallardan düşməyəcək. Köhnə çərçivə sənədimizə əsasən nəzər salsanız, orada forma və üsullar qeyd olunub. İndi bura nəzər salsaq, burada forma üsulu yazmayıb. Amma o forma üsul, bax, bu mövzunun içərisində yer alır. Təlim fəaliyyətlərinin planlaşdırılması. Planlaşdırmadan da yəqin ki, məlumatsızda 2 planlaşdırmamız var. İllik planlaşdırma var və bir də həftəlik cari planlaşdırma var. Və biz cari planlaşdırmanın ardıcıllığı var ki, orada forma və üsulu qeyd edirik. Düzdürmü? İndi burada forma və üsul burada mövzu olaraq yazılmayıb deyə, o demək deyil ki, mən forma və üsulları oxumuram. Xeyr, oxuyuram. Çünki forma və üsullar planlaşdırmanın içərisində yer alır. Bax, bu təlim fəaliyyətlərinin planlaşdırılması deyəndə artıq burada forma və üsullardır, planlaşdırmadır, sonra qiymətləndirməmiz, dəyərləndirməmizdir ki, bax, hər biri bunun içərisində yer alır. Sonra inklüziv təhsil də bilirsiniz ki, yəni sinif uşaqlardan söhbət gedir, onun da PDF-ini atmışam qrupa. Sonra bütün uşaqların yaradıcı öyrənməsini dəstəklənməsi və həvəsləndirilməsi bu mövzunu hardan tapa bilərsiniz? Təlim mühitindən. Bilirsiniz də, təlim mühiti haqqında yəqin ki, məlumatlısınız. Bizim inkişaf etdirici təlim mühitimiz var, öyrədici təlim mühitidir, dəstəkləyici təlim mühitidir. İndi bu burada belə deyək də bir cümlə olaraq yazıb ki, məsələn, bütün uşaqlarda yaradıcı öyrənmənin dəstəklənməsi və həvəsləndirilməsi. Bu bir növ sizin dəstəkləyici təlim mühitini düzgün qurmağınıza gətirib çıxarır. Bax, bu mövzu o təlim mühitində tapa bilərsiniz. Sonra var burada müxtəlif mədəniyyətli uşaqların iş və gender bərabərliyi. Gender bərabərliyi də bilirsiniz də, yəqin ki, oğlan və qız arasında yəni ayrı seçkiliyin edilməməsidir. Bu gender bərabərliyi də bizim bir növ səriştələrimizə əsaslanır. Bax, indi hal-hazırda burada səriştələr yazılmayıb. Bəzən müəllimə düşünür ki, səriştələr yoxdursa, demək o artıq test mərhələsinə düşməyəcək. Xeyr, səriştəni yazmayıb, amma gender bərabərliyini qeyd edib. Gender bərabərliyini artıq müəllimə qoruyursa, demək o səriştəli bir müəllimədir. Onda mütləq şəkildə səriştələr də artıq çərçivə sənədimizin içərisində yer alır. Sonra burada bizim məşğələlərimizdir. Sensor bacarıqlardır, sonra fiziki tərbiyə, yəni fiziki mədəniyyət məşğələsindən söhbət gedir, təsiri fəaliyyətdir. Təsiri fəaliyyət də 4 fəaliyyətdən ibarətdir, bilirsiniz. Rəsmdir, aplikasiyadır, yapmadır, quraşdırmadır, ətraf aləmlə tanışlıq məşğələsidir, nitq inkişafıdır, bədii təfəkkürün inkişafıdır, məntiqi riyazi təfəkkürün inkişafıdır, savad təlimidir. Yəni, bax, burada qeyd olunan bütün mövzularla bağlı mən həm qrupa PDF də atmışam. Amma bu mövzularla bağlı, yəni siz dərslikləri də kitabdan əldə eləyə bilərsiniz. Yəni bunların hər biri kitabın içərisində yer alır. Daha sonra burada var uşaqlarda özünə xidmət və əmək vərdişlərinin formalaşması. Bax, özünə xidmət əməyini yazıb. İndi müəllimə elə düşünür ki, əməyin bir dənə özünə xidmət əməyini oxumalıyam. Xeyr. Özünə xidmət əməyi deyirsə, artıq əmək fəaliyyətdə mövzunun içərisindədir. Əməyin də 4 növ var, yəqin ki, bilirsiniz. Özünə xidmət əməyi var, məişət təsərrüfat əməyidir, əl əməyidir, sonra bir də təbiət əməyidir. Bu da bizim inkişaf sahələrimizdən 3.2 standartının əsasında müəyyən edilir. Yəni, burada əməyin növlərində, əmək fəaliyyətində biz artıq bilirik ki, çərçivə sənədinin içərisindədir. Yəni, bəzən müəllimlərdə bilirsiniz nədir? Yəni, burada qeyd olunan özünə xidmət əməyidir, hə, vəsiyo.
Mən özünə xidmət əməyini bir dənə oxumalıyam. Digər əməyin növlərindən onsuz da düşməyəcək. Çünki çərçivə sənədində qeyd olunmayıb axı. Bir dənə sual işarəsi artıq orada yaranır ki, müəllimədə. Hə, demək mən bir dənə özünə xidmət əməyini oxumalıyam. Digərləri çərçivə sənədində qeyd olunmayıb. Xeyr. Artıq əməkdən söhbət gedirsə, demək əməyin 4 növünü də sən bilməlisən. Bunu Telegrama da hətta əməyin növləri ilə bağlı qısa qeydlər atmışdım. 4 növü var dediyim kimi. Əl əməyidir, məişət əməyidir, təbiət əməyidir, bir də özünə xidmət əməyidir. Əməyin növləri də çərçivə sənədində qeyd olunub. Sonra burada gəlir oyunlarımız. Oyunlarımız haqqında da yəqin ki, yetərincə məlumatlısınız. Yaradıcı oyunlarımız var, qaydalı oyunlarımız var. Onlar da öz-özlüyündə hissələrə bölünür. Yaradıcı oyun 3 hissədən ibarətdir, qaydalı oyun isə 2 hissədən ibarətdir. Sonra uşaqların məktəb təliminə hazırlığına gələk. Uşaqların məktəb təliminə hazırlığı deyəndə artıq burada fiziki hazırlıqdan, sosial hazırlıqdan, nitq hazırlığından söhbət gedir ki, eynən indi hal-hazırda burada müəllimə deyir ki, müəllimə, bəs psixi proseslər çərçivə sənədində yoxdur axı. Demək, onu artıq biz oxumamalıyıq. Xeyr. Uşaqların məktəb təliminə hazırlığından söhbət gedirsə, demək, psixi proseslər də bu mövzunun içərisində yer alır. Psixi proseslər bilirsiniz də, yəqin ki, hansılardır? Diqqət mütləq şəklində ən önəmli mövzulardan biridir. Hafizə, qoy buranı silim, qəşəng yazım. Aha, diqqət, hafizə, indi siz düzəldin. Təfəkkür və bir də təxəyyül. Psixi proseslər 4 mərhələdən ibarətdir. Diqqət, hafizə, təfəkkür, təxəyyül və mütləq şəklində də bu mövzu, yəni çox önəmli mövzulardan biridir. Hətta onu deyim ki, ən çox yəni pedaqogika hissəsində düşən mövzulardan biridir. Hə, getdi indi bu. Hə, indi burada psixi proseslər yazılmayıb. Burada yazılıb ki, uşaqların məktəb təliminə hazırlığı. Həmin o psixi proseslərdə bax bu mövzunun içərisində yer alır. Ona görə siz psixi proseslərdə mütləq şəkildə bilməlisiniz. Daha sonra uşaqlarda yaradıcı düşüncənin dəstəklənməsi yolları. Bu da artıq bizim bir növ təlim mühitimizə əsaslanır. Dəstəkləyici təlim mühitin əsasında, öyrədici təlim mühitin əsasında qurulur, yaradıcı təlim mühitin əsasında qurulur. Bu da yəni bizim yaradıcı mühitimizdə var da, bilirsiniz yəqin ki. Sonra fəaliyyətlər arası keçidlər və asudə vaxtının təşkili. Burada artıq nəyi bilməlisiniz? Burada artıq gün rejimini bilməlisiniz. Gün rejimini bilirsinizsə, yəni bu mövzu bir növ belə deyim də sizə. İndi bu tətbiq olunan çərçivə sənədində məsəl üçün mövzunun adı qeyd olunmayıb, tutaq deyək. Əvvəlki çərçivə sənədində yazılmışdı ki, gün rejimi də misal olaraq deyirəm. İndi burada mövzunun adını qeyd eləməyib. Onun içərisindən cümləni qeyd eləyib. Yəni artıq sən əgər uşağın asudə vaxtının məlumatlısansa, düzgün şəkildə uşaqların asudə vaxtını düzgün səmərəli təşkil edirsənsə, demək gün rejimini təşkil etmiş bir müəllim olursan. Uşağın rejimi artıq düzgün təmin edilib. Burada da artıq sən gün rejimini də bilməlisən. Sonra tədbir və ekskursiyaların təşkilidir. Tədbirdə deyəndə söhbət bizim bayramlarımızdan gedir. Ekskursiyada yəqin ki, bu dərs haqqında da məlumatlısınız. Bunun da PDF-ini atmışdım, səhv eləmirəmsə, qrupa var idi orada. Sonra fəaliyyət mərkəzlərimiz deyəndə bizim güşələrimizdən söhbət gedir. Güşələrimiz haqqında yəqin ki, bizim riyaziyyat güşəsidir, təsviri fəaliyyət güşəsidir, kitab güşəsidir, əl əməyi güşəsidir. Bu da təlim mühitin içərisində yer alır bu mövzu. Bu mövzunu da PDF-ini atmışdım qrupa. Gigiyena qaydaları və ilkin yardım. İlkin yardımla bağlı, dəsən bunu atmamışdım bir dənə. İndi buradan çıxandan sonra inşallah ataram. Gigiyena qaydaları da gigiyena qaydaları bizim inkişaf sahəsi olaraq fiziki inkişaf sahəsini bilməlisiniz. Eynən yenə gigiyena qaydaları bizim gün rejimimizdə də əsaslanan mövzulardan biridir. Sonra təhsil verənin hüquq və vəzifələri, yəni burada
öz hüquq və vəzifələrinizi bilməlisiniz, uşaqların hüquqlarınızı bilməlisiniz. Pedaqoji etika deyəndə sizin söhbət etik prinsiplərinizdən gedir. 8 etik prinsipiniz var. Mədəni davranışdır, qanun alidir, vicdanlıqdır, loyallıqdır, peşəkarlıq və fərdi məsuliyyətdir ki, bax o 8 etik prinsipi bu pedaqoji etikaya məxsusdur. Valideynlərlə iş forması var. Bununla bağlı mövzunu da atmışdım, səhv eləmirəmsə. Valideynlərlə iş forması deyəndə burada yəni fərdi əlaqə formasıdır, sonra kollektiv əlaqə formasıdır, valideynin tipləridir, valideynlə necə əlaqə qurarsınız, ailələrlə məsəl üçün iclaslara necə cəlb eləyərsiniz ailələri və yaxud da valideynləri, bir növ təlim üçbucağından söhbət gedir, onu da qeyd edeyim sizə. Təlim üçbucağını düzgün şəkildə quran müəllimə valideynlərlə iş forması haqqında da, dərslik haqqında yetərincə məlumatlı ola bilər. Sonra burada var bizim artıq müəllimin ünsiyyət, qarşılıqlı əlaqə, əməkdaşlıq bacarıqları, konfliktlərin idarə edilməsi. Bu mövzuda sizdən nəyi tələb eləyir? Qrupunuzun düzgün idarə olunması. Bax, burada qeyd olunan mövzunu siz qrupunu düzgün idarə olunması deyilən bir mövzu var. Yəqin ki, ondan tanışsınız. Qrupunuzun düzgün idarə olunması üçün gözlənti, qayda, proseduru düzgün tətbiq etməlisiniz. Əgər qrupunuzu düzgün şəkildə idarə etməyi bilirsinizsə, artıq uşaq arasındakı əməkdaşlığı da, uşaq böyük arasındakı əməkdaşlığı da, sonra konflikt, yəni məxfiliyi necə qorumaq lazımdır, əməkdaşlığı necə etmək lazımdır, qarşılıqlı şəkildə əlaqə necə olur, yəni bunu da bu mövzunun içərisindən əldə eləyə bilərsiniz qrupun idarə olunmasında. Məsəl üçün, indi hal-hazırda burada qrupun idarə olunması yazılmayıb, tutaq ki, deyək ki. Məsələn, amma bu mövzunu qeyd eləyib. Uşaq böyük əməkdaşlığı. Bu da bizim qrupun idarə olunmasının içərisində yer alır. Sonra gəlir bizim artıq nəzəriyyələrimizə. Nəzəriyyələrimizdən də Piagetdir, sonra hal-hazırda bizə təqdim olunan Vygotsky'dir, Gardner'dir. Uşaq şəxsiyyətinin formalaşdırılması, ünsiyyət tələbatı, emosional tələbat. Bunun PDF-ini atmışdım. Hətta səhv eləmirəmsə videorolik vasitəsində izahını da atmışdım. İndi yeni gələn müəllimlər üçün yenidən atarım. Montessori'dir, Waldorf'dur, Emilia'dır. Bununla bağlı PDF də var. Onu da atacağım indi. Sonra uşaqların yaşına görə öyrənmə xüsusiyyətləri var ki, bununla bağlı PDF-i də var məndə. İnşallah ki, buradan çıxdıqdan sonra atacağım. Uşaqların yaşına görə öyrənmə xüsusiyyətləri deyəndə burada ünsiyyət fəaliyyətindən söhbət gedir, oyun fəaliyyətimiz var. Sonra var orada əmək fəaliyyəti var. Yəni orada həmin o mövzuda kurikulum 54 səhifəlik kurikulumda yer alır. Uşaq şəxsiyyətinin formalaşması deyəndə ünsiyyət tələbatı, artıq emosional tələbat. Bu da dediyim kimi bununla bağlı da. Bu mövzu burada 2 dəfə düşüb. İndi fikir verdim. Mən deyirəm, bayaqlarımı yuxarıda qeydlədim. Burada uşaq şəxsiyyətinin formalaşması yazıb, bir də aşağıda yazıb. Yəqin ki, bunu karxıb yazıblar. Yəni, eyni mövzudur əslində. Heç bir fərqlilik yoxdur. Uşaq şəxsiyyətinin formalaşması deyəndə 3 tələbatdan söhbət gedir. Ünsiyyət tələbatı var, sonra emosional tələbat var və bir də idraki tələbat var. Bunu yuxarıda oxumuşdum deyə dedim, bu niyə 2 dəfə qeyd olunub? Ola bilsin ki, yəqin ki, səhvlik olub da, yəqin ki, texniki səhvlik olub, 2 dəfə qeyd olunub. Belə, yəni burada qeyri-adi bir mövzu yoxdur. Məsələn, müəllimlər deyirlər ki, bəs çərçivə sənədi dəyişilib. Burada çərçivə sənədində heç bir dəyişiklik yoxdur. Yəni, bildiyiniz mövzulardır. Yəni, tanış olmayan heç bir mövzu yoxdur sizin üçün. Dediyim kimi, sadəcə, məsəl üçün, gün rejimi yazmayıb, amma gün rejiminin içərisindən cümləni qeyd edib. Bildiniz necə nəyə qeydləmək istəyirəm. Məsəl üçün, indi hal-hazırda burada didaktik prinsiplərdən pedaqoji prinsiplər yoxdur. Eləmi? Fikir verdiniz, gördünüz, yoxdur, eləmi? Yazılmayıb da adam. Amma indi bu demək deyil ki, sən didaktik prinsipdən pedaqoji prinsipləri bilməyəcəksən. Yəni, oxumayacaqsan. Xeyr. Əgər sən planlaşdırmanı bilirsənsə, əgər
Yəni planlaşdırmanı bilən müəllimə nəticə yönümlü bir müəllimədir. Əgər sən hüquq və vəzifəni bilirsənsə, sən tələb yönümlü bir müəlliməsən. Əgər sən təlim mühitini qurursansa, sən uşaq yönümlü mühiti qurmuş bir müəllimə olursan. Əgər sən məşğələləri düzgün şəklində yaş qruplarına əsasən mövzuları düzgün keçid edirsənsə, sən varisliyi təmin etmiş bir müəllim olursan. Bildiniz, yəni nə demək istəyirəm? Yəni bu demək deyil ki, mövzu olaraq didaktik prinsiplə pedaqoji prinsip yazılmayıbsa, mən o mövzunu oxumamalıyam. Qətiyyən. Yəni belə bir şeyə yol verməyin. Adı yoxdur, amma mütləq, yəni kurikulumun içərisində ən əsas mövzulardan biridir. Didaktik prinsiplər məzmun hissəsinə məxsusdur. Kurikulumun məzmununa. Pedaqoji prinsiplər isə təlim strategiyasına məxsusdur. Və burada da kurikulumdan söhbət gedirsə, bizim məzmun hissəsində kurikulumdan söhbət gedirsə, kurikulumun içərisinə aid edilən bütün mövzuları bilməlisən. Bax, səriştənin adı yoxdur, fikir versəniz. Səriştə burada qeyd olunmayıb. Mövzu olaraq da. Amma səriştə kurikuluma məxsusdur. Demək, mən onu bilməliyəm. Yəni, səriştə haqqında da məlumatlı olmalıyam. Yəni, sizə onu demək istəyirəm ki, heç vaxt mövzunun adı burada yoxdursa, mən onu oxumayacam anlamına gəlmir bu. Yəni, siz əslində kurikulumun içərisinə hansı mövzular aid olduğunu bilsəniz, bilərsiniz ki, artıq, məsəl üçün, didaktik prinsiplər kurikulumun içərisindədirsə, demək, mütləq şəklində o dərsi bilməliyəm. Yəni, əsas məsələ nədən ibarətdir dediyim kimi. Yəni, burada qeyd olunan mövzuların heç biri qeyri-adi deyil, bildiyiniz mövzulardır və heç bir mövzuda yeni mövzu olaraq heç bir dərslik əlavə olunmayıb. Hər biri bildiyiniz mövzulardır, sadəcə dediyim kimi başlıq olaraq adı yox, onun içərisindən cümlə yazılıb. Belə, bu qeyd olunan mövzularla bağlı da inşallah ki, sizlər üçün testlərimiz olacaq və bunlarla bağlı sizə atmışdım yuxarıda, WhatsApp qrupunda atmışdım da PDF-ləri. İndi inşallah yenidən yönləndirərəm qrupa. Öz PDF-lərimdən də, məsələn, uşaq şəxsiyyətinin formalaşması ilə bağlı məndə PDF var idi, atmışdım. Onları da ataram. İnşallah ki, sizlər üçün də faydalı olar.